Allah Teala Quran-ı Kərimin Əl-Hucurat surəsinin 10-cu ayətində buyurur ki, İnnəməl mu'minunə ixvətun. Həqiqətən Allaha iman gətirənlər, Allaha inananlar bir-birinə qardaşdır. Fəəslihu beynə əxavaykum. Odur ki, qardaşlar bir-birinin arasında gərək mehriban olsun, həmişə bir-biri ilə səmimi rəftar etsinlər. Vattaqullah la'allakum turhamun. Allahdan çəkinin, qorxun ki, sizə mərhəmət olunsun. Allah sizə rəhm etsin deyə. Bu ayət-i şərifədə Allaha inananların bir-biri ilə qardaş olduğu söylənilir. Baxın, bu ayət-i şərifədə qardaşlıq nə qohumluqla, nə həm kəndli olmaqla, nə həm yerli olmaqla deyil, iman bayrağı ətrafında birləşən hər bir kəsi Allah qardaş və Peyğəmbər salavatullahın elə bir ümməti hesab olunurlar.